Uzun illərdən bəri nəsildən nəslə ötürülən və qayğı ilə yetişdirilən Azərçay, doğma çay. Biz bir avtomobil test edəcəyik. Bu Çin istehsalı olan Yəni ki, avtomobildir. biz bunu belə deyək də, hamımız bahalı maşın sürməyi arzulayırıq. Biz ancaq çoxdan arzulayırdıq ki, bir Çin avtomobili sürək. Çünki həqiqətən də sürdüyümüz avtomobillərin arasında Çin avtomobili yox idi və bu gün nəhayət belə deyək, bizim istəyimizə nail olmuş. C sinifinə aid olan bir avtomobildir və ümumiyyətlə Çin istehsalçıları arasında bir-iki marka var ki, onlar istehsalatına görə seçilirlər. Bunlardan biri BMW korporasiyası ilə birləşən Brilliance şirkətidir. BMW Brilliance, bəli. Onlar sırf BMW-nin bazasında istehsal edirlər avtomobili və Çində. Və ikincisi isə Ford Mazda Changan üçlüyünün istehsalı olan avtomobildir ki, bugün biz Changan Eado'nu test edəcəyik. Bu həm hatchback, universal da deyə bilərik. Deməli, bu avtomobil barədə, belə deyək də, biz çox şey danışa bilmərik, amma bunun alan insan, bunun sahibi bu avtomobil barədə demək olar ki, hər şeyi bilir. Tural da bilir, Tural çox bilir. Bax, ümumiyyətcə çox bilərdi, amma sahibi... Utandım mı? Utandım. Bax ki, sahibi, yəni bu avtomobilin almamışdan qabaq deyir, çox maraqlanıb, hər bir şeyini öyrənib və ona görə də bilir və hal-hazırda biz indi bu avtomobilin sahibi ilə söhbət edirik. Anar, gələ bilərsən. Anar, salam, xoş gördük. 9 aydır avtomobili idarə edir. Neçə min gedib Anar? Artıq 19 minə yaxınlaşır. 19 min idarə edib və Anar bu avtomobili almazdan əvvəl çox məlumat toplayıb bu avtomobil barədə və niyə belə qənaətə gəldin ki, sən Çin avtomobili idarə etməlisən? Əslində bu avtomobilin yəni salonu açılmamışdan öncə mən dediyim kimi kifayət qədər araşdırmışdım. Yəni o salonu açanlar tanış eləmişdi mənə və mən özüm fərdi araşdırma ilə məşğul oldum. Səmimi deyim, mən bundan öncə Vazir 107 markalı avtomobil idarə eləmişdim və onun sadəliyinə yox, problemsiz idarə eləmişdim. Ayaq əzələləri inkişaf eləmişdi. Öyrəşdiyim üçün sadəliyə mənə sadə istifadədə yəni məni incitməyəcək bir maşın lazım idi və maksimum dərəcədə dözümlü bir avtomobil lazım idi və mən araşdırmaların nəticəsində istər gedişat olsun, istər metal ağırlıq nöqtə nəzərdən olsun, istər təhlükəsizlik nöqtə nəzərdən olsun, istədiklərimin artıq bir çoxsunu bu avtomobildə tapdım və belə qərar aldım ki, Mercedes BMW yox, təzə Changan. Bilirsiniz, bu artıq bir şüara çevrilir. Təzə-təzədir. Gəl indi baxaq bu təzənin. Neçədir bunun qiyməti? Mən alanda 16 min manat idi. Sadəcə olaraq salon rəhbərliyi ilə münasibət olduğu üçün salon rəhbərliyi mənə müəyyən bir güzəşt elədi. 15.500-ə. Yəni hardasa 18.000 dollara. O dövr üçün. O zaman. Deməli, motor neçədir? Motor 1.6, 125 at gücü. 125 at. Yəni sadə sepli motor. Bir şey də xüsusi qeyd edim ki, bu avtomobilin belə deyək, sürət qutusu 4 pilləlidir. Yəni və bu bəlkə də bu avtomobilin belə deyək, çatışmayan cəhətlərindən biridir. Logosu Acura'dır elə bir ki, sanki Çindərlisən belə. Acuranın kəllə mayallaq görürsən, elə bir. Biraz ona da oxşuyur. Arxadan
yəni dizayner İtalyandır. Çinli dizaynerlər işləməyiblər Cristiano bunu. Stefano Bəli, deməli Çin istehsal olunan avtomobillərin bir çoxunu Çin dizaynerlər hazırlayır. Ona görə bəziləri çox pis vəziyyətdə olur. Yəni dizayn baxımından. Amma burada dizayn yaxşı işlənir. Biraz Mazda'ya, arxadan Mazda'ya bənzəyir. Biraz Infiniti'lərə bənzəyir. Yəni bir qədər hündür olsa Infiniti'nin crossoverləri var, FX-lər. O FX-lərə bənzəyə bilər və neçə litrdir bunun bagaj həcmi? Bagaj həcmi bağlı vəziyyətdə 390, oturacaqlar əyildiyi anda 1400 litrə qədər uzanır. Oturacaqlar açılır. Bəli. Oturacaqlar açılır. Bu yaxşıdır. Yəni yük yerinə baxanda dərhal başa düşmək olur ki, ana avtomobilə baxan adamdır. Görürsən, dəsmalı, yəni bütün yuyucu vasitələr müxtəlif formada və biz bunu qaldırsaq dağılacaq da bunlar hamısı. Qaldıraq, amma qaldırmalıyıq da. Nə var burada? Tam təkərdir ya. Bəli, tam təkərdir. Tam təkərdir. Yəni bunu çıxarda, onda sən qaldıra biləcəksən. İndi qaldır. Baxmır yenə. Burada nəsə şeylər var ha. Amma tam təkərdir. Tam rezin təkərdir orada. Bu yeri gəlmişkən sinifi üçün, bəli, sinifi üçün yaxşı göstəricidir. Bu sinifdə olan avtomobillərin bir çoxunda tam təkər olmur və ya ümumiyyətlə olmur. Məsələn, Mercedes GL test elədik. Business class-da ehtiyat təkəri var idi. Yox. Ehtiyat təkər verməmiş. Yoxdur, amma onun əvəzinə belə deyirəm, motorlu nasos və yapışdırmaq üçün. Bax, yerləşirəm. Yəni mən kimi adam bura yerləşirəm. Ayaqlarını qatlamaq. Konkret qardaş yerləşir. Yəni belə deyək də, oturacaqları da açsaz, yəni kifayət qədər. Necə açır o? Burada polkası biz qaldır. Polka çıxıyor. Hoppa. Düz avtomat deyil. Yox, avtomat deyil, səmi deyil. Avtomat deyil, mexanika. Yox, bu sinifi C segmentidir də, bu C segmentinə aid olan bir avtomobil. Bunu özün yapışdırmısan var bu nakleykanı? Əslində Gör nə qədər açılır. Bax, gəl, bundan çək. yük stat daşıyanda sürtünür dəmirə kraskana görə özü yapışdırır. Bu özü yapışdırıb. Onu gör nə qədər yeri var. Baxmayaraq ki, hatchback formasındadır. Bax, yəni Bu səsin qarşısını almaq üçün. səsin qarşısını almaq üçündür ha bu. Biraz sıxır da elə. Belə parça pis deyil. Yəni bu parça var ha, izolasiya parçası. Bu pis deyil sən. Kapotda da rast gələcəksiniz indi birazdan. Çox yəni yaxşı. Yəni sinifində ən ucuzlardan biridir. Ən ucuzlardan biridir. Amma gör necə hazırlanıb. Əslində bu vedrə də burada olmalıdır, yoxsa? Vedrə orada olmalı, hə. Futbolcu özünü düzəltmişəm, narahat. Yaxşıdır. Amma buradan tutub bağlayırsan. Knopkası yoxdur, yəni sadə segmentasiyadır. Arxa kamerası var bax. Mən belə başa düşürəm ki, bunu içərdən belə tutur. Bəli. Bu kameranı sonradan qoydurmuşsan, hə? Əslində bunun üstündə radmo özünün displeyi olur. O DVD və sair şeyləri dəstəkləmir. Salon gedim də salon müdiriyyəti yəni münasibət olduğu üçün əlavə özü qoydu DVD monitorla kameranı da yerləşdirdi. İndi onun salonda inşallah ətraflı məlumat yəqin ki verərik sizə. İnşallah. Gəl baxaq görüm kapotunda nə var mı? Alarsan Çin maşını. Alarsan. Yox. Gəl. Bax. Əsas məsələ. Geldi biz də görmüşdük Pərviz müəllim. Biz orada Zazor görmüşdük. Bax, düppədüzdür, bax, əlin düppədüz gedir. Bir dənə də Zazor yoxdur. Bu Çindir ya. Hörmətli Mercedes istehsalçı. Arxamızda da bir dənə geldi yanıb. Onda da Zazor var. Gəl kapatalım onu. Qarşıdan biraz Nissan'a oxşuyur, biraz Mazda'ya oxşuyur, biraz Honda'ya oxşuyur. Clearance'i nə qədərdir bunun? Necə? Clearance 165. 165 santimetrdir. Bagajı- Fikirlə gör hardan açılır. Japonlar bunu Bu tərs- aşağıdan inir, bunlar bunu tərsindən iniblər. Yəni Çinlərlə Yaponlar ömür boyu yola getməyiblər. Bulut Core bunun qənaətçil mühərrik və ekologiyaya zidd olmadığının göstəricisidir. Plastikdir. Plastik, yumuşaq deyil, düzdür, plastikdir. 5W30 yağ dəyişmə nə qədər olacaq bunda? Yağ dəyişmə 5000-dən bir yəni dəyişirəm mən. Aha. Səs boğucusu. Bəli, səs boğucusu. Səs. Nə qədər verirsən yağ dəyişməyə? Cəmi 40 manat, yəni filtr. Oydu. 40 manata yağ dəyişsən. Deməli, yanacaq sərfiyyatı nə qədər adam? Yanacaq sərfiyyatı Doğrudan belə deyək də, trasda, yəni əgər uzun bir yol gedirsinizsə trasda 5,2-dən 5,6-ya qədər dəyişir. Aha. Şəhər içi sürüşə baxır təbii ki və belə deyək, Sürüş çıxartlara tərzindən baxır. asılı. 8,8, 10 litrə qədər maksimum qalxa bilər. İndi bax, yağ dəyişməsi ən ucuzudur da 40 manat filtrlə bərabər. Bir 10 litrdə yanacaq sərf edir. Qiyməti də sinifində ucuzdur. İndi içində nələr var görəcəyik. Qırağında zazoru yoxdur. Bir şey də qeyd edək ki, şəhərdə 10 litrə yaxın yanacaq sərf eləyir və
92 ilə də 95 ilə də. 95-98 də əslində buna 92-93-dən yuxarı Yəni premiumdan vurmaq olar 92. 98-də vurmaq olar. Bu avtomobilin çəkisi 1 ton 350 kilodur. Yəni xas olmayan bir şeydir əslində. Dəmirdir də. Demək olar ki, konkret dəmirdir. 07-dir də, prosta Yəni sütur. bunun ağır olması onu göstərsin ki, belə metal konstruksiyası çoxdur və indi baxacaq görüm ki, bu metal konstruksiyanı 1,6 metrlik mühərrik necə? Deməli, ön askısı McPherson'dır. Bu McPherson askısından bir çox avtomobil istehsalçıları, hətta Range Rover, keçən dəfə test etdiyimiz Seat Leon FR-də də istifadə olunur. Arxası müstəqil şeydir. Karşıdırında balta sistemi. Bəli, bu qarşısı qabaqda McPherson'dır. Sürət qutusu isə Toyota'dandır. Mühərrik özlərinindir, Çanqan mühərriki. Mühərrik Çanqanın özünündür. Özününkü də. Mühərrik özünündür. Birincisi gəl ondan başlayaq ki, oturacaqların nardır. Deməli, oturacaqları sport üslubunda hazırlanıb. Düzdür, dərinin keyfiyyəti o qədər də belə yuxarı deyil keyfiyyət olaraq. Yəni, Dəri deyil, nə? Ümumiyyətcə bu dəri. Zermantindir yəqin ki. Çox güman ki, Zermantindir. Səs eləmir. Yəni bu qədər 20 minə yaxın sürmüsən. Yox, yəni onu demək istəyirdim ki, yəni baxmayaraq ki, plastikdir demək olar ki, yəni o nöqtə nəzərdən mən razıyam. Yəni elə səs eləmir. Yəni demək olar ki, eləmir. Oturacaqlar mexanikidir. Ha, hər şey idarə mexanikidir olunması. burada. Burada mexanikidir. Bu mexanikidir. Sonra deməli Mən birinci dəfə görürəm ki, rezin belə ayaqlığın üstünə elə bir dənə də rezin qoyursan. Plyonka çəkilib. Mən biraz xəstəyəm təmizliyə qarşı. Yəni bas-basısan. Hə, dəhşət. Deməli, Yəni sərnişinlər maşına əyləşəndə ayaqqabılarını çıxartdırmısan ki, Allah siklər saxlasın ki, balaca uşaqlar istəsinə deməli arxa oturacaqda fikir ver, o da qırmızı dermantin qara ilə falan dizayn olaraq işlənib, amma daha yuxarı keyfiyyətli dəri olsaydı salon çox qəşəng görsənərdi. Necədir? Yəni icra olaraq gözəl icradır, amma dəri düzdür. Dəri biraz o keyfiyyətli dəri olanda bu avtomobilin qiymətində də öz təsirini göstərəcəkdir. O bərkdir. Hə, yox, bu Təmiz bərk. Yəni bir yumşaqlıq deyilən bir şey yox. bunun üstünə heç də çəkilmir. Sırf plasmasın özüdür. Ha, plasmasın özüdür. Speedometr bir idman üslubunda olan bir speedometrdir. 3 dənəli taxometr və həmçinin yanacaq çənini göstərir. Bu monitoru sonradan qoyulub, düzdür? Bəli, bəli, bəli. Bunun monitoru sonradan qoyulub, amma GPS kart USB. Bəli, istəyirsiniz orada kartla da GPS-i. Bəli, var içində düzdür, sındırılmış versiya yükləmişəm. Aha. Siz orada aşağı ikinci var. Radionun altında nə? Aha. Nevini bassanız City Gid 7. axırıncı versiyanı kullanmaq lazımdır. Ha, 8-dir. Biraz sındırılmış versiyanı tapmışam, işləyir yəni. Deməli, bu paneldə biraz hiss olunur da ki, yerləşdirmədə fikir verirsən bir çox sadəlik var ha. Yəni elə knopkaların belə deyək də düymələrin yerləşdirilməsi. Sənin xoşladığın o paltaryon maşının ruçkası. Ha, ruçkasına oxşayır biraz. POV yazıb bura. Bu eynən R-ni yazmağı yer tutur. Power yaz da bunu. Düz deyil, yəni bu POV olmağı biraz düzgün deyil, amma GPS var, monitor var, yəni tam oturmuş TV, model. Bluetooth, arxa görüntü dəstəyi. Bluetooth var. Bəli. Bluetooth var. Bəli, bəli. 2012-nin Telefon kontaktlarını da göstərir sizə. Telefonun özünə birləşib oradan kontaktlarını göstərir. Sonradan qoyulmaz. Ha, yox da özündə olur da, monitor olur, özünkü də olur. Bu DVD bir dənə dəstəkləyir ona görə. Deməli, Bu qədər eləyə bilərsən. ha, burada menyu elədin, TV bölməsinə Sadəcə antena basırsan. qoymaq lazım, digital o yoxdur. Yəni Ha, digital antena qoymalısın. Dəstəkləyir amma. Bəli, bəli, təbii. Düzdürmü? Bəli. SD kart,
Deməli, USB. şey var burada, klimat kontrol var yoxsa? Klimat kontrol yox, hər şey manualdır. Yəni kondisioner sistemi və soyutma, isitmə sistemləri hər şey manualdır. Hamısı əlinədir. Onu biraz xrom qoyublar ki, biraz şey görsənsin. Deməli, sən bura nə qədər kırışlı kabel qoymuşsun, nə qədər? Telefon son Bu telefon sunucu, yəni bu telefonun ki. Sadə sürətlər qutusudur, sadə, yəni PRND və salam, başqa şey yoxdur. Manualı yoxdur, hə? manual var, Tiptronic gedir bu. Ha, bu Tiptronikdir. Bəli. Ona biraz, yəni bunlar biraz şeydə Çinlilər biraz materialda çox böyük simicliyə eliblər. Yəni bu yaxşıdır, əli vur. Bu yaxşıdır. Onu qoy da üstünə dünsən. Vurmuşdur maşını. Airbag var yoxsa? 4 dənə airbag var. Bunlar full komplektasiyası 10 dənə olur. Məndə 4. Bəs niyə yazmayıb bura airbag? Orada deyil. Sizin qalan böyründə var hal-hazırda sizdə. Ön şeydə var və Amma burada yeri var, yeri var 10 dənə. Yəni bu fullun belə deyəlim də, fulldan bircə pillə bir dənə airbag sayına fərqlənir. Fullunda 10 dənədir. Bunda 4 dənədir. Çox qəribədir, ərəb dilində də yazı var. Yəqin ərəblərə də gedir bu maşın. Çin dilindədir, ingilis dilində, bir də ərəb dilində. Düzgüsü yaxşıdır, pis deyil. Sadəcə olaraq məsələn mənim alnımı daha çox qırışlı göstərir olduğundan. Bəs qocallam deyirsən. Sənin qırış var da qardaş. Doğrudan deyirsən, qocalmısan deməkdir. Qocalmısan deyəndə ki, bu qədər maşın sürəsən, qocalarsan da. Orxan gəl içəri qardaş, gəl. Sürəyə bax, belə nə var. Həm də görəsən necə yerləşirsən. Yerləşirsən, hə qardaş? Yerləşmə. Başı deyil, yo. Ver bura, ver baxın. Ver baxsın. Ver xalq baxsın sənin başına. Ay, yox, başı dəyir əməli başı, bax. Buna bax. Uzanım belə. Yəni, içində bu razmerdə adam yoxdur. Dərdən dilə tuturam bu. Köylü Mercedes-dənsə bu yaxşıdır, al günə belə eləyir, başla. Yox. Akazı bilirmiş də işin. Yo, Çində bu razmerdə adam yoxdur. Deməli, əl tormuzu. Ən hündür Çinlinin bir altı. Əl tormuzu çox çətin gedir, əl tormuzu. Ağır deyil. Trosu elə. Drosu çox şey. Özü mən sənə deyim ki, anarın belə deyək də təmizlik xəstəsi olması nədən bilinir? 19 uşağın qaldığı səs gəlmir. 19 min getməsinə baxmayaraq qapıların üstündəki buçuqlar görürsən, klonkasını çıxar. İndi bax, adətən maşınlarda nə olur? Basırsan bir dəfə qaldırmalıdır da yuxarı. Bunda gərək tutub saxlayasan. Bu biraz şey var. Fikirləşməyiblər. Sürücü tərəfdən qaldırdın, buraxdın, özü qalxmalıdır. Avtomatik ki, ona diqqəti yayılmasın sürücünün. İndi bir dənə görsən 4 pilləli olmağı şey eləyir, Pərviz, kəməri bağla. 4 pilləli olması biraz onun bir balaca fərq eləyir. Səsi həm məhrikə güc salır. Keçəndə sən fikir verdin. Bir balaca fərq eləyir o digər bizim sürdüyümüz avtomobillər. Yox, səncə, yəni tam səsini eşidirsən, amma belə deyim ki, çox belə narahatlıq yaratdı, belə şey elədi, yox. Salon 19 min gedib, hələ ki biz plastikin səsini eşitmirik. Yəni o eləsin yoxdur. Mən hesab edirəm ki, deməli anar sən nə etməlisən? Sən bunun qanadlarının altına o materialın adı nədir? Penoplast. Penoplast deyil. O üstü qızıl kimi material olur, abişumda material. Sən onun altını yapışdırsan o Toyota'nın hə, krılonun şeyində. Krıloların altını. Sən ümumiyyətlə çölün səsi gəlməyəcək içəri. Çünki bunda qabaqda razıyam plastikdir, arxa bunda şeydir, kavrolitlidir, arxaya bir o qədər səs verir. Yox. Amma o təkərlərin üstü var ha. Bildim. O sən plasmasını çıxardıb, onun altına yapışdırsan çölün səsi içəri gəlməyəcək. Rul çox bərkdir ya. Rul mən sənə deyim çox bərkdir. Bəlkə yəni gidravlikası möhkəmdir şeydir. Gör necə oynayır maşın. Bu yaxşı deyil. Lüftü yoxdur da, dərhal reaksiya verir. Hə, yox, bu düz deyil. Rol dərhal reaksiya verir. Bax. Səni yerlətməlidir öyle bu.
Başqa düşdüm. Çünki bu- Yox, mən hər bir rulun müəyyən qədər lüftü var. Bunda ola Bəli, bilsin ki, lüftün maksimum göstəricisi də ondan artıq deyil də. Hə. Buxalteriyadan. başa düşdüm. Deməli, lüftü ondan artıq olmalı deyil. Ortanın marşı ilə bağlı dəngələr. Yəni, bax qabağımızda Mazda gedir. Bax elə bir ki bunun arxası o Mazda'nın arxasına oxşuyur. Hə, bax kopyası çünki. Hə. Orxan bir də çək onu. Doğrudan bunun arxasından necə oxşayır? Mazda var bu istehsalçıların kompaniyası. Hə. Qrupdur, Ford, Mazda, Çangan avtomobil. Ne Mazda 3? Emblemi də arada oxşayır. Biraz da oxşayır, hə, biraz oxşayır. Mazda 3 ilə, yəni arxa dizayn oxşarlığı var. Yəni aşağı segment avtomobildir. Yəni tam Amma bu tam monitor mənim xoşuma gəldi. Bu klonkanı özün saxlamısan, touchscreen-dir deyəndən barmaq izi qalmasın da, hə? Prinsiplər çoxsa çıxacaq, çoxsa qopacaq. O nə varsa çıxacaq. Telefonla yığırsan nömrəyinə, xəritəsi var, naviqasiyası var, düzdür? Bəli. Bluetooth-u var. Daha nə istəyirsən ki? Telefon sizdəki kimi telefon kitabçasında avtomatik oradan da götürüb yükləyə bilirsən. Hə? Bəli. Telefon kitabçasını bura yükləyirsən üstə. DVD baxırsan, televizora baxa bilirsən, rəqəmsal televizor. Amma gərək boyunuz 1.80-dən yuxarı olmasın. olmasın. Bəli, 1.80-dən yuxarı oldusa bu maşına siz nə olacaqsınız? Yerləşməyəcəksiniz. Ya da ki burada bir dənə xüsusi yer açmalısınız. Çünki bu avtomobili istehsal eləyən ölkədə ümumiyyətlə 1.80 boylu insan yoxdur. Var. Yox, Çinli basketbolçular var. Bir nəfər də o da NBA-də oynayır da. O bunu sürmür axı. O da nəsə. O da fikirləşiblər ki, qardaş, o bunu sürəndə O öyrək. da nəsə genetikası pozulub o boyda. O yoxsa Səhv düşüb. Səhv düşüb. Qardaş, sən başqa yerə düşməliydin, hara düşmüsən? sən Çinli olmalı deyildin. Amma Sən bakının üstündəki şəklə bax. səsə mən bir şey deyim sənə. Yəni səslə bağlı konkret deyim, plastiklərin səsi gəlmir. Hələ ki gəlmir. 20 min gedir, gəlməli idi axı məntiqlə. Yəni nəzərə alın ki, mənim müəllim biz 90 yolunda sürürdü. İndi yəni ki, Turaldan məlumat almışıq. Yəni 20 min gedən maşını, Çin maşını bu səsi eləməli idi. Yəni prinsip ki biz digər Çin maşınlarına baxsaq indi o fərqi hiss eləyəcəyik. Sürüşündə mən deyim sizə ki belə super muper şey yox, normaldır da. Yəni gedib Kalina alana qədər, Priora alana qədər bunu belə sürə bilərsiniz. Yox, Priora ilə müqayisədə ola bilər ki, bu Prioradan yaxşı maşındır. Səhv eləmirəm. Amma mən sənə deyim ki, indi o Prioraların da Renault ilə birgə istehsalı var, onu görməmişəm. Ola bilər sadəcə qiymətini də bilmirəm də. Amma belə deyək də bu avtomobil məsəl üçün 18 min dollardır. Qiymətlə baxıb müqayisə eləmək lazımdır. Eyni klass maşınlardır. Eyni klass maşındır. Bax, speedometer displey çox Yox, qəşəng gəldi bilər. Speedometrin mən sadəcə olaraq fikirləşirəm ki, bu kazıryok, bu yaraşmır bunlara. Bu elə bir ki, biraz başqa klassikdir. Bunu biraz parça eləsəydilər. Parça Dəri. biraz da geniş, biraz da Özüm geniş. elətdirim, amma özümün olsaydı təbii daha. Hə, bunu dəri elətdirsə daha yaxşı olar. İkinci bir məqam mən sənə deyim. Bax, sərnişin olaraq da sən özü necə hiss edirsən? Sərnişin olaraq pis deyil, yaxşıdır. Əyləşirsən, qəşəngdir. Sadəcə olaraq bəlkə də mən bir balaca istəyirəm ki, arxaya atım özümü, amma Orxanın ayaqlarının uzunluğunu nəzərə alaraq bunu eləmir. İkincisi də ki, bu oturacaqda da bir balaca sən hiss elədinsə o birilərdən biraz Hə, qısalıq var. Hə, qısalıq. Yox, qısadır bax, mənim ayağımda da qısalıq var. o şeydə də var idi, o Toyota Camry. Belə qəşəngdir. Mənim belə bir şeyim yoxdur, amma baxın, sürət qutusu Toyota'dandır. Qabaq askılar McPherson'dır. Dizayn İtalyanlarındır. Ad isə Çinlilərindir. Bəli. Çan xan. Belə başa orada xan sözü var da. Çin xanı. Ad mənim dadı özgər. Ala Çin xanı da. Hələ Çan xan, Çin xan. Əvvəl Çan olub şirkətin adı. 1862-də yaranıb bu şirkət. 1862-ci ildə yaranıb və 1949-cu nə ildə buraxırdılar? Aptara. Yox, indi ona gəlirəm. Kiçik bir məlumat verim. 1862-də yaranıb şirkət. Çox kiçik bir zavod kimi olub da, belə xırda istehsal ediblər. 49-cu ildə ölkədə inqilab olandan sonra tamamilə keçib dövlətin əlinə. Və 1959-62-ci illərdə sırf hərbi texnologiya istəyir, yəni sırf hərbi maşınlar, hərbi sənaye şey eləyib və artıq sonrakı illərdə 1980-ci il Suzuki ilə birləşib birgə müəssisə yaradıb, Suzuki Changan və sonra 95-ci ildə də adı Changan Avtomobil Qrup deyə adlanmağa başlayıb. 2001-ci ildə də Fordla birləşib. 2003-cü ildə Ford, Mazda, Changan Avtomobil Qrup deyə adlanmağa başlayıb. İndi bax, 100-ə 6 litr yarım. Yaxşıdır da. 100-ə 6 litr yarım. Biraz plastikdə simiclik eləməsələr, daha keyfiyyətli plastik eləsələr. Yox. Almayacaqlar. Deyirlər, kitab Çin maşınıdır, buna bu qədər pul ver. Bu hamısı qiymətə Yox, təbii ki, bu da özünə qiymətə təsir edir.
trip O məsafədir. B şeydir, averaj məsələsi. Averaj məsələsi. Bunu niyə bura qoyublar bilmirəm. Sıfırlamaq. Bunu bura qoydu. Onu da kaprizdirlər. Bunu bura qoysa nə olacaq? Bəzilərində də burada da olur. Burada da olur ha. Yaxşı, gəl otur görək. Astaca çıxırıq. Şüşə qızdırıcıları da var, yan şüşə. Güzgü qızdırıcı. Bəli, bəli. Qaqaş. Deyirsən, baha olacaq. Yan güzgü qızdırıcısı var, Priora'da var o. Ayağa 4 pildə olmağı göstərir özünü. 4 pilləlik də Mühərrik. Baba. Mühərrikin səsi içəri gəlir. Bu da belə abi şumka ilə də bağlı ola bilər. Yo, onu özü ayrıca bir şumka eləyə bilər də. O pişiyə çıxır. Üst düzeydə deyil, sən bilirsiniz. Bu 90-dan sonra bu artıq istəyir 5-ci. 5-ci pillərini vermənə biz də verə bilmirik. Verə bilmir ya. O barədə O biraz yaxşı deyil. Neçə mindən biri bir yağı 5 mindən bir dəyişir də. 5 mindən bir yağı dəyişir. 40 manatdır. Belə şükür Allah, ondan başqa bir problem. Plastik, əsas aksiyan yeri plastikdir. Məsələn, qapılar çox maraqlı, mənim özümə də maraqlıdır. Qapılara dəri örtüyüb qurublar, dərində əvəzedici. Yəni, nə bilim, şiti də məsəl üçün o fason bir şey eləmək olar. Şitdə dəri əvəz edicidən, məsələn, buranın biraz hissəsini versəydi, yəni o biraz səs udumuna təsir edir. Amma, Pərviz, 20 mində bunun plastikinin səsi gəlmir, qardaş. hələ ki gəlmir. Amma məntiqdən yenə deyirəm, gəlməli idi. Sən həqiqətən düz dedin. Bir balaca əl vuran kimi maşın tərəf Hərəkət edir. rolun lüftu yoxdur. Ona görə mən məsəl üçün bu maşını sürəndə deyim ki, mən elə belə öz maşınımda oturmuşam, yox. Mən elə bir şey bu maşına birinci dəfə oturmuşam və mənə müəyyən qədər vaxt lazımdır ki, mən buna vərdiş. O vərdiş var. Çünki o bizdə məsələn hidro gücləndirici var. Sükan biraz başqa cürdür də. Burada çox şeydir. Bir dənə eləyən kimi Əslində bu da elektrik gücləndiricisi ilə Elektrik gücləndiricisi var ya. Burası bunun lüftü yoxdur. O bir oturub bir balaca yeri gəlmişkən təsbih elə belə özün yaraşır. Hədiyyədir, hədiyyə. Yəni bir dəfə də biz bir avtomobil sürürdük. Onun içində 7-8 vardı. Tüccarlı xanım maşınında. Yox, iş yoldaşım hədiyyə. Sənə deyim ki, Anar, mən bir balaca belə də özümü xam kimi hiss edirəm. Çünki mənə belə hələ ki şeyini hiss eləmirəm də bu maşını belə deyim. Bax, indi başlayıram vərdiş olmaq. Çünki mənim üçün bunun sükanı biraz digərlərindən fərqlidir. Amma bir dənə səsə baxaq. Xarici baxaq. Yox, səsdə biraz şey var. Proqram təminatı biraz gec reaksiya verir monitora. Yəni, olanda USB-nin fləşkanın özündən də asılıdır. Yaxşı. Bir də ki, sən bilmirəm, hiss elədin, eləmədin. Bizim maşınlardan düşüb buna əyləşəndə özü sanki biraz alçaqda elə bir asfaltın üstündə oturur. Elə bir ki, asfaltın üstündə oturursan, hə. Bir balaca. Sizə bir zəhmət bir dənə fləşkanı çıxarıb tezini taxa bilərsiniz. Bunu? O fləşkanın özü problemli fləşkan. Akustika zəifdə. Düzdür, bunun dizayn olaraq yaxşı hazırlayıblar, yəni səs. Amma ki, onun içinə belə deyir, daha güclü dinamiklar da qoymalılar. Elə Anar, sən bunu söküb təzən özün yıxa bilərsən. Elə eləyəcək. Seat variantında eləmək olar prinsip şey, hə. Paralar ledləşdir. Nə bilim, karbondan, filandan bir örtüklər eləmək. Amma sadəcə olaraq... Amma əyləc sistemi yaxşıdır. Yəni, əyləc sistemi... Əyləc sistemi məlumat üçün sizə deyim, TRW firmasında Britaniyanın dünya brendi sayılır. Yəni, yaxşı əyləc sistemlərindən. Yox, əyləc sistemi heç. Amma bir balaca bu... Sükan biraz mənə də narahat elədi, çox şey. Bir dənə gəlsin ki, gördünüz mü? Yox, bir balaca bilirsin, sonra tərpənir, elə bil ki, biraz adam... Amma vərdiş olana qədərdir, ona da vərdiş. Əsas o vərdiş məsələsi. Ona da vərdiş olmalıdır. Sükan çox sadədir. Sükan çox sadədir. Sükandan yığma var, səs yığma var. Sükandan bəli, modu dəyişdirə bilirsiniz. Səsi mut eləyə bilirsiniz. Moddakı dəyişdirmə, yəni ki, radio qulaq Radio və sair televizyon kanalları da dəyişdirmək. Bəli, kanalları da plus dəyişmək olur, mahnılar dəyişmək olur. Sən belə də. Yəni belə sirk-yesiz. Yox, mən sənə deyim ki, bu minimal sürücüyə lazım olan maksimum deyil, minimal şeylər qurulub. 400-500 maaş alan adam üçün, 400-500 manat alan adam üçün. Təmirə getməyib də bu, deyə bilməzsən ki, bu təmir. Yox, yağ dəyişmir. Rasxodniklərini... Ona görə sən bunun qiymətlərini deyə bilmirsən. Rasxodniklər çox ucuz. Bütün filtrlər fərqi yoxdur. Kondisioner filtrinə tutmuş 10 manatdır. Standart olaraq. Bakın içindəki məsələn benzin filtri 7 manatdır. Qardaş nə demək istəyir? Yox, qardaş şeydir də bu, belə deyil. Hesab edir ki, sonra bir balaca bahalı hissəsi oxuduğum, öyrəndiyimə görə amortizasiya sistemləridir. Neçədə amortizasiya? 120 manatın üzərində olmalı, 120 belə bir
şey olmaz. Bana Baha deyil ki. Mənə görə mən baha sayıram. Yox, 100 amortizasiya sən ildə bir dəfə dəyişmirsən ki, düzdür? Mən sürüşümdən mən məsələn 07-də 5 il sürmüşəm. Bir də sən fikir vermirsən, bəlkə sən vərdiş olmursan artıq. Bu qazı verəndə bir balaca elə burada tok gəlir. Şey hissələr. Belə bir nəsə şey var. Nə əsmə də demək. Əsmə də demək olmaz. Elə ki, məsələn bir kiçik vibrasiya mı deyirsən, məsələn, bir şey var. Valla, yəni deyin 400-500 manat maaş alan adam ayağını yerdən götürüb, yerdən işə getsin, işdən evə getsin, ailəsi ilə bərabər getsin. Bax, məsələn, bu xoşuma gəlir. Leasing şərtlərindən asılıdır o da. Əgər normal sərfəli leasing şərtləri varsa 400-500 manat maaş alan adam... Sən buna bax, gör necə enlənə qəşəng. Onu qəşəng cazibdir. Onu qəşəng gəlir. 400-500 manat ki, belə danışaq da. Bunun aylıq indi leasingi nə qədərdir? Mən az müddətə götürmüşəm. Yəni qısa müddətə götürmüşəm, 2 ilə götürmüşəm ki, o aylıq biraz çox olur onda. Məsələn 575 manat mən verirəm. 570 manat. Deməli bu adam heç olmasa 800 manat maaş almalıdır ki, nəsə yesin də. Yox, mən demirəm ki, leasing alsın. Bəlkə kimsə 18 mini var, gəlin alacaq. 18 minin varsa, nəqd verə bilirsən 18 min dolları. 18 min verirsən, küt və Yox, sonra. təbii məsələn keçən oturan radioda qəşəng bir şey dedi. Deyir, əgər məsələn pulunuz varsa və eyni klassda olan Cənubi Koreya və yaxud Yapon maşını varsa, o üçün Yapon maşını alaram. Amma varsa da o pul. Varsa da pul. Burada Pərviz Məhəmmədə qüvvət verirəm ki, bəli. Düzgəyə baxma. Güzel, yəni şərtlərdən asılıdır. Yəni əgər o pul əldə yoxdursa məcbursan. Mənim çatmayan bir şey var mənim baş salımda. Bu Port Bakının ticarət mərkəzinin parkovkası pulsuzdur. Bəli, var özdə. Niyə bunlar hamısı çöldə dayanır? Mən başa düşə bilmirəm. Çünki manyakdırlar. Maşın gəlir var. Ayrı zövq verir də o. O manyakçasına hərəkət etsən, Mercedes-ə baxarsan. Güzgüsü yaxşı da, Mazda güzgüsünə oxşuyur. Regulovka da olunur, elektrik regulovkası. Qızdırıltısı da var. Bəli, qızdırıltısı da var. Buyur. Və bu dəfə sən deyirəm birinci. Yaxşı. Plastik yaxşı deyil. Amma səs eləmir. Yəni bir tərəfdən keyfiyyəti o qədər, yəni ürək açan deyil, təmiz plastikdə, yəni üstünə heç nə çəkməyiblər, amma səs eləmir. 20 min maşın gedib, səs eləmir. Oturacaqlar və dəri əvəz edicilər, yəni oturacaqlar dəri əvəz edicilərdir. Biraz da oturacaq qısadır. Amma dizaynına bir şey deyə bilmərəm. Dizaynı yaxşıdır. Yəni İtalyan dizayner bunun üzərində çalışır. Adamın insafı olar. Yox, xarici görünüşdən söz yox. Amma maşının içərisinin dizaynında İtalyan deyəsən biraz həmin vaxt içkili olur. Pizza çox iyi. Çünki bunların düymələrin yerləşdirilməsi və hazırlanmasını daha yaxşı və keyfiyyətli eləmək olardı. Və onda da qiymət qalxmayacaqdı. Yəni düyməni yaxşı yerləşdirmək və buranı biraz daha maraqlı eləmək üçün qiymətin qaldırmağa ehtiyac yoxdur. Əsas mənfi xüsusiyyət 4 pilləli avtomatın olmasıdır. Yəni bu maşın müəyyən aborotdan sonra, işləmədən sonra yenidən ayağınızı qazdan çəkməyi istəyəcək. Çünki o motorun kisəsi var, guruldayacaq. O sizi narahat edəcək. Ayağınızı qazdan çəkəcəksiniz ki, şey düşsün. Bəli, 100-dən sonra artıq adama elə gəlir ki, bu keçməlidir növbəti pilləyə, amma keçmir. Ondan da narahatçılıq hissi keçirirsən. Çünki mühərrik başlayır belə möhkəm səs eləməyə. Deməli, güzgülərin qızdırıcısını qoyan Çangan şirkəti sürət qutusuna bir dənə sürət əlavə eləməyib. Bu mənfi xüsusiyyətidir. Sükan çox narahat idi bizə. Çünki bir dənə hərəkədə özünüz də gördünüz ki, çox yerləndi. Amma askı McPherson'dır, sürət qutusu Toyota'dandır, dizayn İtalyanlardandır. O qiyməti öz sinifinə görə çox aşağıdır. Əgər siz orta segment əhalisinizsə, pulunuz var ki, bu maşını ala biləsiniz leasing şərtləri ilə. Ayağınızı yerdən götürəsiniz. 20 mindən sonra takka-turuka eləməsin. Məncə seçim arasında qalsaz Priora və s. amma bu Prioradan məncə daha yaxşı maşındır. O ki qaldı 10 ulduzlar, mən 10 ulduzdan yalnız buna 6 verə bilərəm. Mən fikrimi deyim. Yəni ki, mən hesab edirəm ki, bu avtomobil xarici dizayn baxımından çox cəlb edici maşındır. Yəni ki, buna kənardan baxanda və
içinə daxil olmamış sənə deyəndə ki, bunu mən məsəl üçün 18.000 dollar almışam, sən ilk növbədə beynivə gələn birinci fikri olur ki, nə gözəl, nə ucuz. Amma idarə etməyə başlayanda artıq sən müəyyən belə deyək də çatışmazlıqları başlayacaqsan hiss eləməyə. O çatışmazlıqlardan da birincisini Tural qeyd elədi. O belə deyək, sürət qutusunun 4 pilləli olması mən hesab edirəm ki, bu böyük çatışmazlıqdır. İkincisi, mən hesab edirəm ki, bu ağırlıqda maşın üçün 1.6 mühərrik çox balacadır. Yəni mən 99% bilirəm, indi yay olmadığına görə biz kondisioneri qoşmadıq. Kondisioneri qoşulanda yəqin ki, hiss eləyəcəksən ki, bu bir balaca mühərriki zəiflədəcək. İkinci xoşuma gəlməyən üçüncü bir cəhət, mən hesab edirəm ki, bu spidometrlərin üstünü daha biraz geniş bir kazuryokla bağlamaq olardı. Və üstü korj ola bilərdi. Və bunun üstü dəri olsaydı, Çox yaxşı görsənəcəkdi tikişlərlə. Gözəl görsənəcək. Yəni bu dizaynın davamı və bu tikişlərin davamı. Qırmızı tikişli bu şey çatırdı. Bəli, o dizayn davamı burada mütləq olmalı idi. Yəni dizayn fəlsəfəsinə uyğun olaraq bunun burada davam eləməli idi, amma eləməyib. Spidometrləri yaxşı yerləşdiriblər, amma məsələn bunu eləməyiblər. Biraz Bəli, dördüncü çatışmayan cəhət də mənim üçün oldu ki, mən bu avtomobili idarə eləyəndə sükanı Tural qeyd elədi, sağ-sol eləyirsən lüftü yoxdur. Bir balaca belə eləyən ki, maşın çəkilir, o biraz, yəni bəlkə o vərdiş məsələsidir, vərdiş olandan sonra normalda idarə eləyəcəksən. Amma bu avtomobilin qazını basanda rulun içində elə bir kimsə oturub mənim əlimi qıdıqlayırdı arada bir. Ona görə o gnomlar. Bilirəm ki, o texniki nasazlıqdır, yoxsa hamısında belədir, amma ki, bu yəqin ki, bu da aradan götürülsə daha yaxşı olar. Mən belə deyək də, bax bu lukunun olması üstün cəhətidir. Şüşə qızdırıcılarının olması üstün. Şüşə qızdırıcılarının olması müsbət cəhətdir. Naviqasiya, monitor, arxa görüntü kamerası. Bunlar hamısı üstün cəhətlərdir, amma mənfi cəhətlər də dedik və mən də Turalla tamamilə razıyam. Mən də bu avtomobilə 10 baldan 6 bal verərdim və fikirləşdirəm ki, orta təbəqəli Azərbaycanlı üçün yaxşı avtomobildir, digər avtomobillərlə müqayisədə. Yəni 18.000 dollara mən nə ala bilərəm deyib fikirləşəndə mənə elə gəlir ki, bundan ucuz, özdəki mən bildiyimə görə sərfəli leasing şərtləri ilə də verilir. Yəni əlinizdə 5-6 min manatınız varsa gedib leasinglə bunu alıb idarə eləməyə mənə elə gəlir dəyər. Çünki təmiri qardaş qeyd elədi ki, yağ dəyişməsi 40 manatdır cəmi. Filtr 10 manatdır. Yəni siz gedib ola bilər 18 minə belə bir BMW gəlib alasınız, oradan bir dənə BMW keçdi də və ya bir dənə Mercedes alasınız. Amma bilin ki, onun təmir xərcləri, yəni Orxanın Mercedesindən. Aysə Orxanın Mercedesindən. Onun təmir xərcləri çox olacaq. 10.000 manat alır. 10.000 manat almısan. Təmir nə qədər eləyəcək? Onu bax, axırıncı və təmir eləyən nə qədər pul vermirsən? Baxın belə çox şey dəyişmişəm, 600 manat vermişəm. 600 manat. Bu çoxdur da. Çoxdur. Yəni baha gələcək də. Yəni baxır nə dəyişmişsən? Sən baxır Zinəsi o, sveçalar. o da 600 manat deyə kişi, qardaşım baha deyə o. Yəni bir dənə elə bir ki, bir dənə leasingin puludur da. Sənə indi bu maşını versəydilər, maşınla dəyişərdin. Yox. Doğrudan deyirsən, yalan deyirsən. Köhnə maşının köhnə dərdi var və çox böyük dərdi var. Yəni onun ölüxanası, nə bilim bunun ehtiyat hissələri, bunun dirikxanası, bu biraz yəni xərci çoxdur da. Yəni gəl razılaşaq. Yəni köhnə Opel'in də xərci çoxdur, Mercedes'in də BMW-nin də xərci çoxdur. Belə deyək, 750 manat maaş alırsınızsa, gəlin alın. Bəli, bəli, istifadə edə bilərsiniz. Amma plastikində çinlilər biraz simicləyirlər. Simicləyirlər. Böyük ölçüdə istifadə edə bilərsiniz. Ayağınızdan yerdə götürən maşındır ki, istifadə etmək mümkündür. İnşallah gələn həftə görüşmək ümidi ilə. Sağ olun. Sağ olun.